Mən hardan bilim ki, Allah məni çox istəyir? Hardan bilim? Direkt namazla da bilmək olmur onu. Çünki o qədər namaz qılan olub ki, nə olsun? Orucla da bilmək olmur ki, mən. Düzdür, hardasa məlum olur. Amma əsas meyyar var, meyyarlar var. Onların biri də İmam Sadiq əleyhissalamın dilindəndir. Buyurur, oradan bilə bilərsən ki, Allah səni çox istəyir, yoxsa yox. Hədisdə buyurur, mən əradəllah bi'abdin xeyrən. Hər kəsi Allah Taala xeyrin istəsə, qəzəfə fi qalbihi hubbəl Hüseyn. Hüseynin məhəbbətini onun ürəyində qoyar. Salavat zikr edir. Və ziyarətəhu, onun ziyarətinin sevgisini ürəyində qoyar. Allah o qədər İmam Hüseyni çox istəyir ki, o qədər Həzrəti Əbəlfəzi çox istəyir ki, çox istədiyi şəxsin də ürəyində o insanların sevgisini qoyar. Ki sən, Allah səni çox istəyir. Allah səni görür nə qədər çox istəyir ki, İmam Hüseyni sən istəyirsən, Həzrəti Əbəlfəzi sən istəyirsən, şəhidə, şəhidliyə dəyər verə bilirsən. Allah Taala inşallah bu neməti bizə çox görməsin, bu nemətin qədrini bilənlərdən bizi qərar versin inşallah.